2 yumurta, stəkan yarısından şəkər birlikdə qarışdırırıq. 1 paket vanil, stəkan yarısından duru yağ, 1 paket qabartma tozu, 1 çay qaşığı kakao, qırmızı qida boyası birlikdə qarışdırırıq. 2 stəkan un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Xəmirimizi 1 saat soyuducuda saxlayırıq. Əlimizlə balaca yumrulayırıq. Şəkər pudrasına batırırıq. Soba tavasına yığırıq. Əvvəlcədən isitdiyimiz 170 dərəcəlik sobada 15 dəqiqə bişiririk. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.